Ahmad. Yo, Ahmad. Ahmad, let me get your shirt, bro. Bruno. Yo, where you lot going? Dostlar, sabahın tarixi oyununa çox az qalıb. Hesabı bilmirəm, Sabah çempiondur bu il, rahat. Bu il ömrümdə bu sezon belə sistem görməmişəm. Və dostlar, maç başladı dostlar. Sabah hücumdadır. Paris topladı. Paris sərbəsi. Vay. Çox yaxın idi ilk qola Sabah. Qeyd edim ki, satışa çıxarılan bütün biletlər satılıb və həqiqətən möhtəşəm bir atmosfera var. Tofiq Bəhram adına Respublika stadionunda. Sedatka zərbə indirdi və nə baş verdi? Dostlar, bu video bildiyiniz kimi aprel ayının 18-i çəkilir. Əgər həmçinin 22 aprel Qarabağla cavab oyunumuzun hazırda olan möhtəşəm oyunundan da video istəyirsinizsə, bu video bacardıqca çox dəstək olun. Çalışacağım ki, bu videonu o vaxta kimi paylaşım. Bax, burada Mateus Silva önünü. Və penalti zərbəsi təyin olundu Qarabağın qapısına. Topun qabağında Joy Lens Mikelsi görürük. Zərbəsində qəhrəmana çevrilir əslində artıq. Çox təəssüf. Qola çevirə bilmədik penalti zərbəsini. Amma oyun davam eləyir. Ruhdan düşmək olmaz. Simic! Dali Bolton Mavuda pası verdi və Toral Bayramov orada var idi. Buxaç. Mikels verdi Paris'e. Paris keçdi. Aldattı bir-birinə amma. Yetsa Mikels! Sanki dünya çempionatının finalında Mbappe'ni izləyirik hal-hazırda Mikelsin yerinə. Devam edir Puxaç keçdi. Puxaçla zərbə! Vay! Əmətində qaydan topda Xaybullayev birincini sürüşdü Mezina. Və Çobutsev. Xaybullayev! Və ilk hissə bitdi. Əziz tamaşaçılar, heç xoşuna gəlməyən bir hadisə baş verdi. Oyunçumuz Abdullah Haybullayev oyunun 47-ci dəqiqəsində qırmızı kart aldı, meydanı tərk etdi. Qarabağ Qurbanov Sabahı Valdes Dambrauskas çalışdırır, baş hakimi için Məsiyevdir, bir daha qeyd edir. Və qırmızı vərəqə Abdullah Haybullayeva birbaşa qırmızı vərəqə ikinci hissənin əvvəlində, lap əvvəlində. Mübarizə aparırdı Haybullayev və tapdaladı Monseilin ayağını. Baxırıq və buna görə qırmızı vərəqə göstərdi ona. Tofiq Bəhram adına Respublika stadionunda olan külək bir qədər mən bu konstruksiyamı gördüyünüz kimi pozur. Külək olan kimi powerbankım yerə düşür və həmçinin telefonum. Buna baxmayaraq əlimdən gəlini edirəm ki, keyfiyyətli bir video çıxsın buradan.
Dostlar, çox gərgin son dəqiqələr yaşanır stadionda. Deməyə söz tapmıram. Dilim söz tutmur. Dəqiqə 90 və Sabahın heyətində oyunçuların biri zədələndiyi sözünüzü görmədim kim olduğunu. Xəyal Əliyev meydana çıxmağa hazırlaşır. Puxaç. Cərimə qazandı Puxaç. Oyunun bu dəqiqəsində Qızıla bərabər ştram qazandı. Və bitti! Sabah! Oyun bitti! Çempiyon!